Salam hörmətli tamaşaçılar, təcili bir xəbəri sizin nəzərinizə çatdırırıq. Paytaxtın Yasamal rayonunda yanğın baş verib. Yanğın Yasamal rayonu Mirəli Seyidov küçəsi 19A ünvanında çoxmərtəbəli yaşayış binasında yanğın tikilinin elektrik şaxtasında baş verib və artıq tam söndürülüb. Qafqaz Info APA istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin əməliyyat növbətçisi polkovnik leytenant Nurlan İsayev jurnalistlərə açıqlamasında bildirilib. Onun sözlərinə görə hadisə ilə bağlı məlumat daxil olduqdan sonra Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Mənzillər yanğından mühafizə olunub, sakinlər isə təhlükəsiz əraziyə tam təxliyə olunub. Əlavə olaraq onu da qeyd edək ki, təbibdən patrul aza verilən xəbərə görə çağırış ünvanına 18 təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 15 nəfərə ilkin tibbi xidmət göstərilib və tüstüdən zəhərlənmə diaqnozu ilə kliniki tibbi mərkəzə hospitalizasiya olunub. Bu ana qədər ümumilikdə 20 nəfər, 5 nəfər özü müraciət etməklə kliniki tibbi mərkəzə hospitalizasiya olunub. Onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir. Paytaxtın Yasamal rayonu ərazisində yerləşən çoxmərtəbəli binaların birində baş vermiş yanğınla əlaqədar Mirəli Seyidov küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti yol polisi əməkdaşları tərəfindən qısa müddətli məhdudlaşdırılıb. Sürücülərdən qeyd edilənləri nəzərə almaları xahiş edilir. This is